Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün 2026-cı il informatikadan MIQ sualların izahını verəcəm. Bu PDF-də 23-ə qədər sualların şərti var. Qalan sualları əgər tapa bilsəm, onların da həllərini verəcəm. Deməli, birinci sual internet mövzusuna aiddir, sorğularla bağlı. Ümumiyyətlə, biz sorğularla bağlı sualları həll eləyəndə adətən Venn diaqramı çəkirik və diaqramla tapırıq. Burada diaqramı çəkməmişdən əvvəl 3, yəni həmin o hansı ki 3 dənə belə çoxluq çəkirik. Bu çoxluqların bir-biri ilə kəsişib-kəsişmədiyinə baxmalıyıq. Məsələn, burada 2 dənə çoxluğun kəsişdiyini görə bilirik. Bu fon, yəni 2 dənə çoxluq kəsişir. Amma məsəl üçün B-nin gəlin ilk hərflərlə deyim. Məsələn, B-nin C ilə kəsişdiyini bilmirəm, yaxud P-nin C ilə kəsişdiyini bilmirəm. Belə hallarda ya üçünün kəsişməsini verir, verməyibsə, məsələn, 2-2 kəsişməni tapmaq üçün çox vaxtı 2 çoxluğun birləşməsini verir. Bu nə üçündür? Belə bir düstur var ki, A or B bərabərdir A üstəgəl B çıxılsın A and B-yə. Biz bu düsturdan 2 dənə çoxluğun kəsişib-kəsişmədiyini tapa bilirik. Yəni, bu 2 dənənin birləşməsi ancaq bu kəsişməni tapmaq üçün verilir. Baxsaq, bu ikisinin birləşməsini 125 verib. 125 bərabərdir ayrı-ayrı ikisinin cəminə. C ilə P-nın ikisini ayrı-ayrı toplasaq, 70 ilə 55-in cəmi də bizə 125-i verir. Çıxılsın, həmin bu C ilə P-nın kəsişməsi. Fikir verin, buradan C and P bizə 0-ı verir. 125-dən 125-i çıxırıq, 0 qalır. Deməli, əslində, bu ikisi kəsişmirmiş. Əgər kəsişmirsə, onda biz Venn diaqramını yan-yana çəkməliyik. Və C ilə B kəsişmədiyinə görə C ilə P-ni kənarlarda qeyd edirik. Aydın məsələdir ki, B burada P ilə kəsişir. Yəni, çox güman ki, C ilə də kəsişəcək artıq. Diaqramımız belə alır. İndi ayrı-ayrı hər birinin qiymətini qeyd eləyək. Məsələn, C-yə düşən ümumi qiymət 70-dir. B-yə düşən ümumi qiymət 75-dir. P-yə düşən ümumi qiymət isə 55-dir. Və biz buradan nəyi qeyd eləyə bilərik? B ilə P-nin kəsişməsi 45-dir. Bura 45 yazsaq, aydın məsələdir ki, bunun bütövi 55 olduğuna görə bura 10 düşür ki, 45 ilə 10-un cəmi bütöv P-ni 55 versin. Gəlin, buranı bir x ifadə edirik. Çünki C ilə B-nin kəsişməsini bilmirik. Buranı x götürsək, bu hissəyə 70 minus x yaza bilərik. Çünki bunun bütövi 70-dir. Bəs bu orta hissəyə nə yazarıq? Baxın bu hissəyə. 75-dən 45-i çıxsam 30 qalır. 30-dan da bu x-i çıxsam ortadakı hissəni ala bilirəm. Və bilirəm ki, bütün bu dairələrin içərisini mən toplasam, üçünün birləşməsini alaram. Yəni 150-ni. Daha rahat toplamaq üçün gəlin belə götürək. Bu B-nin bütövi, yəni rahat toplamaq üçün. B-nin bütövi onsuz 75-dir. 75-i götürürəm rahat. Yerdə nə qalır? 70 minus x üstəgəl 10 qalır. Bu, deməli, ədədləri toplayanda da bizə 150-ni verməlidir. Hansı ki, buradan, deməli, x bərabər olur 75, 70, 10, 80, bu 155 eləyəcək. X-i da tapanda 155-dən 150-ni çıxarıb qalar 5. Deməli, x-in özü, bax, bu hissə bizə 5-i verir. İndi görək nəyi soruşur? Deyir ki, B ilə P-nin birləşməsində C olmasın. Not, yəni inkar eləyir. Yəni, bu ikisinin kəsişməsindən C-ni çıxartmalıyıq. B ilə P-nin birləşməsi buradır. İndi bunu ştrixləyirəm ki, daha aydın görə bilək. B ilə P-nin birləşməsi bu yaşıl hissədir. Deyir ki, bu birləşmədə C olmasın. C-ni çıxart. Yəni, C-yə aid olan hissəni buradan siləcəm. Bax, C-yə aid olan hissə bu birləşmədə bu hissədir. Mən buranı çıxsam, yerdə qalan hissə mənə, yəni soruşulan hissəni verir. Yəni ki, 30 çıxılsın x üstəgəl 45 üstəgəl 10. Hətta istəsək, bunu bütöv 55 kimi də götürə bilərik. Deməli, x bizdə 5 idi axı. 30-dan bu 5-i çıxanda 25 qalır. 45 ilə onun cəmi də bizə 55-i verir. 55 ilə 25-in də cəmi bizə verir 80-i. Deməli, cavab olur A variantı. Bu birinci sual. Növbəti suala baxaq.
İkinci sual alt loqo ilə bağlıdır. Deyir, verilmiş əmrlərdən sonra bağa hansı fiquru çəkmiş olar? Bilmirəm, açığı variantlar bu formada mı olur? Yəni, burada varianta görə də çıxmaq olar. Hansı ki, 10 bucaqlı olanda bilirik ki, burada təkrarla 10 olur və sağa dönmə bucağı da bir dənə yazılır. Lap yazılsa 2 dənə belə, yəni bunların cəmi bizə 10 bucağını çəkmək kifayət eləmir. Həmçinin təkrarlardan da görürük, çox düzgün deyil. 5 bucaqlı çəkəndə də sadəcə bax bu hissə olur. Yəni təkrarla 5 sağa 72. Çünki 360 bölünsün. Yəni tərəflərin sayına bölsək, bizə dönmə bucağını verir, onsuz 72 dərəcə olmalıdır. Nə bu deyil, nə bu deyil. Yəni burada aydın məsələ ki, ulduz çəkir. Neçə guşəli olmağını bir-iki tərəfini çəkməklə mənə elə gəlir ki, hardasa anlamaq olar. Yəqin ki, təkrarlı 5-dən də görünür, 5 guşəli ulduzdur. Amma necə tapa bilərik? Təxmin çəkməyə çalışacağım. Bu bağa mərkəzdə üzü yuxarı istiqamətdə dayanır. İrəli 100 getsəm, 100 belə olacaq. İndi sağa 72. Əgər tam sağa 90 dönsə, sağa 90 belə də perpendikulyar belə olar da. Amma 90 dönməyib. Bundan 90-dan az dönüb, 72 dönüb. Dayan. Sonra irəli 100 gedib bu formada. Sonra sağa 144 dönüb. Yenə biz buradan əgər 90 dərəcə dönsək, belə bir perpendikulyar əmələ gələr. Amma bu 90-dan çox dönüb də 144. 144-dən 90 çıxsa, qalır 54. 54 daha dönüb, yəni içəriyə. Əgər bu 144 dönübsə, buradakı bucaqda 36 dərəcə olacaq da. Yəni, buradan irəli 100 gedir bu formada. Fikir verin, bir dənə əməliyyatda, yəni bir təkrarda bu neçə tərəf çəkdi? Əslində hələ burada yox idi, irəli 100-ü artıq çəkdim. Yəni sağa 144 dönüb dayanıb. Bax, irəli 100 getdi, sağa 72 döndü. İrəli 100 getdi, sağa 144 dönüb dayanıb. Yəni bir təkrarda bu iki tərəf çəkibsə, indi ikinci addımda ilə 2 dənə tərəf çəkəcək. Bax, irəli 100 gedəcək bu formada. Sağa 72, yəni ki, belə dönəcək. Sonra yenə irəli 100 gedəcək bu formada. Sonra sağa 144 dönəcək. Belə, yenə irəli 100 gedəcək. Təqribi görünür ki, bu yəni bir dəfə iki tərəfi çəkibsə 5 guşəli ulduz alınır. Amma yəni belə də əgər çaşırıqsa, çünki çətindir bunu belə çəkmək, tam düzgün alınması üçün, özümüz də bir 5 guşəli ulduz götürüb onun üzərində baxa bilərik. Təbii ki, bağa üzü yuxarı dayanıb və ilk irəli 100 yəni getdiyinə görə bizim ulduzumuz bu formada alınacaq. Baxın belə. Yəni görün bu 5 guşəli ulduz alınırmı? İndi mən bunun üzərində bu 5 addımı təkrarlayacağam. Bax, irəli 100 getdi. Sonra sağa 72 döndü. İrəli 100 getdi. Eyni bax, buradakı kimi alınıb da. Fikir verin, bax, belə çəkmişdik. Bunu gedib, sonra irəli 100 gedib, sonra sağa 144 çəkib dayanıb. Sonra indi ikinci addım başqa rənglə çəkirəm. Bax, fikir verin, irəli 100 gəlib, bura qədər. İrəli 100 gəlib, bura qədər. Tam gedib bitişməyib bunu. Ona görə bunu bitişdirmirəm. Bura qədər çəkmişik, dayanıb. İrəli 100, sonra sağa 72 dönüb belə dayanıb. Sonra yenə irəli 100 gedib və sağa 144 dönüb dayanıb. Bu ikinci təkrar. Sonra üçüncü təkrar. Üçüncü təkrarda yenə irəli 100 gedib. Sonra sağa 72 dönüb. Ondan sonra irəli 100 gedib. Bu formada sağa 144 dönüb dayanıb. Bu üçüncü təkrar. Rənglərə baxsaq, qırmızı, yaşıl, sarı ilə 3 təkrarımız var hələ ki. İndi gəlin başqa nəyi götürək? Qara rəngi götürək. Sonra irəli 100 gedəcək. İrəli 100 gedəcək bu formada. Sağa 72 dönəcək. Sonra yenə irəli 100 gedəcək. Daha sonra sağa 144 dönüb dayanacaq. Bu dördüncü təkrar. Daha sonra 5-ci təkrarda başqa rəng götürdüm. İrəli 100 gedəcək. Sağa 72 dönüb, belə üzü aşağı dayanacaq. Çünki bağa üzü aşağı dayananda artıq onun sağı bu tərəf olur. Sağa dönəcək. İrəli 100 gedəcək və sağa 144 dönüb, yəni ilkin vəziyyətində qalacaq.
Yəni bu formada da görə bilərik ki, beşguşəli ulduz çəkmiş olur. Sonra üçüncü suala baxaq. Üçüncü sualda da diaqram verib. Deyir ki, bu diaqramın hansı diapazonuna aid olduğunu müəyyən edin. Yəni diaqram verilmiş cədvəldə hansı diapazona uyğundur. Burada fikir versək 40%, 40% və 20% verib. Aydındır ki, iki xana bir-birinə bərabərdir. Digər üçüncü xana isə onların yarısına bərabərdir. Yəni biz belə bir diapazon axtarmalıyıq. Əslində variantla da baxa bilərsiniz, amma mənə elə gəlir ki, baxan kimi görünür, burada gözə çarpır. 80 bu 40%-ə uyğun gəlir. Bu 40 hansı ki bu 80-in yarısıdır, yəni 40%-in yarısına uyğun gəlir. Digər 80 də ki, həmin bu 40%-lə üst-üstə düşür. Yenə də deyirəm, variantla da baxmaq olar. Məsəl üçün A1, A3 diapazonu. A1, A3 budur. Yaxşı, 45 ilə 45 bir-birinə bərabərdir. Deyə bilərəm ki, bunlar 40%-ə uyğun olur. Axı 120 bundan çoxdur. Nətər onun yarısı olsun? Bu düzgün gəlmir. Sonra A2, C2. A2, C2-yə baxsaq, A2, C2-yə baxsaq, heç uyğun gəlmir ki, iki dənə yəni xana bir-birinə bərabər olsun. Yəni düz gəlmir. Bu formada yəni variant çıxaraq da baxa bilərsiniz, amma biz indi ilkdən görürüksə birbaşa da seçə bilərik, hansı ki B1, B3 diapazonu olacaq. Bir də belə bir şey də var. Diaqramda saat əqrəbi istiqamətində çox vaxtı gedir. Məsəl üçün B1, B3 xanaları əsasında qurulubsa, çox zaman B1 bura, B2 bura, B3 də bura uyğun gəlir. Həqiqətən baxanda B1 80-dir, B3 də 80-dir, üst-üstə düşür. Deməli, cavab da tapılır. Üçüncü sualda belə. 4. %60 vuraq 1024 pikseldən ibarət qrafik təsvirin həcmi 120 kilobaytdır. Hər bir pikselin kodlaşdırılmasında eyni sayda bitdən istifadə olunur və rəng kodunda hər iki bit üçün bir nəzarət biti təyin olunur. Bu qrafik təsvirin kodlaşmasında istifadə olunan rənglərin maksimal sayını müəyyən edin. Bizə piksel sayı verilib, bir də həcm verilib. Biz buradan əlbəttə ki, rəng dərinliyini tapa bilərik. Görək rəng dərinliyi nə qədərdir? 120 kilobaytdırsa, sol tərəf bitdir deyə sağ tərəfi də bitə çeviririk. Yəni 213-ə vururuq ki, hər iki tərəf bit olsun. Eyni tapsaq, 120 vuraq 213-ü böləcəyik. Buradan gəlin 16-nı ayıraq. Elə bir ki, 16 vur 10 kimi yazaq da. Bu 2 üstü 4 olacaq. Bu da 2 üstü 10-dur. Onda 2 üstü 4 ilə 2 üstü 10-u toplayan, yəni vuranda 2 üstü 14 eləyəcək. Üstlər toplanacaq. Vurulsun 10. Burada ixtisarımızı aparsaq, eyni 6 bit tapırıq. İndi deyir ki, hər bir pikselin kodlaşmasında eyni sayda bitdən istifadə edilir və rəng kodunda hər iki bit üçün bir nəzarət biti təyin olur. Yəni, bu 6 bitin içərisində hər iki bitə bir bit nəzarət edir. 6 dənə bit götürək. 2 bitə 2 belə bölsək. Bu 2 bitə, bu 2-nin içərisindəki bir bit nəzarət eləsə. Bu 2 bitə də bu 2-nin içərisindəki o biri bit nəzarət eləsə. Bu nəzarət bitini çıxsaq. Bizdən axı istəyir ki, qrafik təsvirin kodlaşmasında rənglərin maksimal sayını tap. Yəni, rəng dərinliyi əslində 4 bit qalmış olur. Çünki bunlar nəzarət bitidir. Bunları çıxanda əsas rəng dərinliyi 4 bit olur və rənglərin maksimal sayı 2 üstü 4 16 olur. Burada cavab yoxdur. Yəqin ki, bu 16 olmalıymış. C variantı olacaq. Yəni, belə deyək də, 6 dənə bit deyilmi? Belə götürək. 6 dənə oldu. 6 dənə bitin içərisində deyir ki, 2 bitə bir dənə bit nəzarət edir. Bunu çıx. Bu 2 bitə də bu 1 bit nəzarət edir. Bunu da çıxanda əslində rəng dərinliyimiz 4 bit qalır. Və deyir ki, yəni, onda rənglərin maksimal sayını tap. Yəni, 2 üstü 4, 16. 4-cü sual belə, sonra 5-ci suala baxaq. Düzgün yazılmayan fayl adlarını müəyyən et. Bilirik ki, faylın adında
Məsələn, sual işarəsi qadağandır, dırnaq işarələri qadağandır, ulduz qadağandır, nömrə, yəni belə bir simvol ola bilər, altdan xətt olar. Başqa nələr qadağandır? Kiçikdir, böyükdür işarələri qadağandır, sual dedik, dırnaq dedik, ulduz, drop işarələri, belə droplar qadağandır. Bu formada 1, 2, 5 olan variantda A variantı olur. Sonra 6. Təqdim olunmuş naxışı çəkmək üçün bağaya hansı komandalar verməlidir? Fikir versək, burada bağanın ilkin başladığı yer göstərib və sonuncu isə üzü yuxarı istiqamətdə, bax, burada dayanmalıdır. Bilmirəm, indi variantlarda hamısı təkrarlı 4-dürmü? Çünki bu yığma PDF-dir. Əgər belədirsə, tapmaq daha da rahatdır. Amma hamısında baxsaz, onsuz da içərisi, yəqin ki, bu irəli 100 olacaq. Çünki bu tərəf bundan daha böyük görünür. Yəni, 2-dən məsəl üçün D bəndini çıxa bilərsiniz. İrəli 50 yox, 100 ilə getməlidir. Bu irəli 100-ü getdi bu formada və üzü yuxarı istiqamətdə dayanıb. Təbii ki, bu sola dönsə, sola axı bu tərəfə gedir. Yəni, bu düzgün deyil, sola dönməməlidir. Ona görə A variantında çıxın. Sola 90 dönə bilməz. Və həmçinin Y-ni də çıxın. Sola 90 dönə bilməz. Qalır B ilə C. Sağa 90 dönsə, artıq sağa 90 belə dönəcək və irəli 50 getməlidir. Sağa 90, sağa 90, irəli 50. Hər ikisində düz gəlir. İndi üzü belə bu tərəfə dayanıb, sağ istiqamətə. İndi baxaq görüm hansı istiqamətə dönməlidir. Artıq mən sola dönsəm, sola belə gedəcəm. Amma sağa dönsəm, aşağıya getməli olacam. Deməli, mən aşağı getmək üçün sağa 90 dönməliyəm yenə. Fikir verin, burada uyğunluq pozulur. Sola yox, mən sağa dönməliyəm. Ona görə B variantı seçilir. Sağa 90 dönür, irəli 100 gedir. Sonra sola 90 dönür, üzü aşağı istiqamətdə dayananda bağanın sağı əslində bu tərəf olur. Bağanın solu isə bu tərəf olur. Ona görə yəni sola 90 dönməlidir ki, üzü bu tərəfə getsin. İndi sola 90 dönür, irəli 50 gedir və bir də sola 90 dönəndə üzü yuxarı dayanır. Fikir verin, biz bunu bir dəfə təkrarlayanda belə bir ardıcıllıq aldıq. İndi bunu 4 dəfə eləyək. Belə bir şey almalıyıq da ikincidə. 2, sonra 3 və 4. 4 dəfə təkrarlayanda da düz gəlir. 6-da B. Sonra 7 rekursiv funksiyalarla bağlıdır. Deməli, burada F1 verib bizə. Bilirik ki, yəni rekursivdə ümumiyyətlə alt proqramda aşağı hissədən gətirib yuxarıda funksiyanın qiymətini yerinə yazırıq. F1-ə görə Fn-də n-imiz 1 olur. Və print n yazıb deyə n-in bir qiymətini bu çap edir. Daha sonra isə yəni if-i yoxlayır şərti. N kiçikdirmi 5-dən? 1 kiçikdirmi 5 ödəyir. Və burada n-in yerinə 1 yazsaq, F2, F4 alınır. İndi biz təbii ki, F2-ni tapmalıyıq. Yəni, yenə F2 alındığı üçün gedirik yuxarı hissəyə, tapmalıyıq F2-ni. Belə bir xətt çəkim. Sonra F2-yə görə indi F4 deyəcəksiniz necə? F4 də tapılacaq. Sadəcə birinci hələ F2-ni tapaq görüm nə alınır. F2-ni yuxarı hissədən tapsaq, n-imiz 2 olur da, yəni Fn-ə görə. N2 olanda gəlir bu 2-ni çap eləyir. Yəni F2-ni mən tapdım. 2-ni də çap eləyəcək. Sonra gəlir 2 kiçikdirmi 5 şərtini ödəyir axı n2-dir deyə. 2 kiçikdir 5 ödənir. Və gəlir burada n-in yerinə 2 qoysaq 2 plus 1 3, yəni F3, 2 plus 3 F5 alınır. Sonra mən F3-ü tapmağa gedirəm. F3-ü tapanda uyğun olaraq n-im 3 olur. Yəni yuxarıda elə bir n-in yerinə 3 qoyuram və bu 3-ü çap eləyir. F3 də tapıldı, getdi. 3 çap olunur. Sonra n-in yerinə 3 qoyanda 3 kiçikdirmi 5 ödənir və F4 F6 alınır da n-in yerinə qoyanda burada qiymətləri. Sonra gedirəm F4-ü tapmağa. F4-də n-im uyğun olaraq 4 olur. 4
qiyməti, yəni burada çap olunur. Bax, F4 də tapıldı. Sonra 4 kiçikdirmi 5 ödənir. Gəlir burada F5 ilə F7 alınır. İndi bizim tapa bilmədiyimiz hələ burada funksiyalar qalıb. Yəni, məsəl üçün F2-ni tapmışdım, amma F4-ü hələ tapmamışdım əvvəldə. Məsəl üçün F3-ü tapdım, gəlib burada, amma F5 qalmışdı. Və yerdə qalanları tapaq görək. Bunlardan nələr alınır? Mən F7-ni tapmağa çalışsam, əvvələ gedib və yuxarı bu hissəyə gedib F7-ni tapmağa çalışsam, enim 7-də axı. Bu 7-ni çap eləyir. Amma 7 kiçikdir 5 ödənmədiyinə görə gəlib bu hissəyə keçə bilmir və buranı hesablaya bilmir. Sonra F5-də də eyni şəkildə. Yuxarı hissəyə müraciət edəndə enim 5 olur. Bu print əvvəldə gəldiyi üçün bu 5-i çap eləyir. Amma 5 kiçikdir 5 şərti ödənmədiyinə görə gəlib bu hissəni yenə hesablaya bilməyəcək. Yəni, sonra F6 qalmışdı. F6 da eyni qaydada. Printə görə N-in 6 qiyməti çap olunur, amma 6 kiçikdir 5 ödənmədiyinə görə yenə bu hissəyə düşə bilmir. Yenə F5-də eyni vəziyyət yenə yaranır. Yəni 5-in özü çap olunur, amma 5 kiçikdir 5 ödənmədiyinə görə bura çap oluna bilmir. Qalır bir dənə F4, amma F4-də bu ödənəcək. İndi fikir verək. F4-də isə N-in qiyməti 4 olduğuna görə bu printdə 4-ü çap eləyir. 4 kiçikdir 5 ödəndiyinə görə gəlir burada F5 ilə F7-ni yenə alır və yenə yuxarıya F5 ilə F7-ni tapmağa gedəndə 5 ilə 7 qiymətlərini çap edir. Sadəcə 5 və 7 bu if-i ödəmədiyinə görə bu hissəyə düşə bilmir. Amma print əvvəldə gəldiyinə görə 5 ilə 7-ni çap eləyir. Beləliklə, çap olunan qiymətləri mən haşiyə almışdım. Hansı ki, 1-dir, deyir, çap olunacaq ədədlərin cəmini tap. 1-dir, 2-dir, sonra 3-dür, 4-dür, 7-dir, yəni 1, 2, 3, 4, 7-dir, 5-dir, sonra 6-dır, yenə 5-dir, 4-dür, 5-dir və yenə 7-dir. Bunları da toplasaq, görərik ki, cavab 49 alınır. 7-ci sual belə. Sonra 8-ci sual məntiqə aiddir. Deməli, burada bir qayda tətbiq edəcəyik. Məsəl üçün, A implikasiya B nəyə bərabərdir? A-nın inkarı disjunksiya B-yə. Bax, bu qaydanı tətbiq etməliyik. Bunun əvəzinə yazıram A-nın inkarı disjunksiya B. Sonra yerdə qalanı köçürdürəm. İmplikasiya A, yenə bunu mötərizəyə alıb yazıram. Vurulsun A yazmaq olar da, yəni konjunksiya elə vurma əməlidir. Bunun özünə, baxın, bunun özünə bir də implikasiya kimi baxanda yenə bu qaydanı biz tətbiq edə bilərik. Belə ki, buna bir A deyək, buna da sanki bir B deyək. Yenə A disjunksiya B var da. Onda biz A-nın inkarını almalıyıq. Bunun bütövünə A dediyimiz üçün bunun bütövünün inkarı belə bir şey alınır. Bütövünün inkarı. Sonra disjunksiya, bunu da yazaq, disjunksiya B. Bizim B ilə əvəz etdiyimiz əslində elə A-nın özüdür. Sonra bu vurulsun A. Burada daha da rahat olsun deyə, yəni disjunksiyaları lap toplama ilə də əvəzləmək olar. A-nın inkarı üstəgəl B, bu formada üstəgəl A vurulsun A şəklində. Gəlin baxaq. Belə ki, burada bir dənə də imkan var. Deməli, De Morgan qanununa görə bilirik ki, A-nın, məsəl üçün, A disjunksiya B-nin bütöv inkarı, A-nın inkarı konjunksiya B-nin inkarına bərabərdir. Biz bunu açsaq, indi A-nın inkarının inkarı olmuş olur da. Çünki burada A-dır və biz bunu açanda A-nın inkarı almışıq. Deməli, A-nın inkarının bir də inkarı yazanda, yəni 2 qat inkar alınır bu formada. Vurulsun. B isə tək özüdür deyə sadəcə B-nin inkarı alınır. Sonra üstəgəl A vurulsun A verilib.
Və A-nın 2 qat inkarı elə A-nın özünə bərabərdir. A vurulsun B-nin inkarı üstəgəl A vurulsun A. Sadələşmiş forma belə alınır. İçəri mötərizədən A-nın özünü də mötərizə xaricinə çıxarsaq, 1 üstəgəl B-nin inkarı vurulsun A almış oluruq. Bilirik ki, 1-in üzərinə nə gəlsə 1 alınır. Yəni, bura bizə 1-i verdiyinə görə A vurulsun A alınır. Yəni, A-nı da A-ya vuranda elə A verir. Təsəvvür edin ki, A-nın qiyməti 1-dir. Məsələn, 1-i 1-ə vursaq, elə 1 alacağıq da, düzdürmü? Ya A 0 olsun. 0-ı 0-a vuranda yenə 0 alacaq. Yəni, özünü alırıq. Ona görə A vur A-nı elə bir dənə A ilə əvəzləmək olar. Bu da 8-ci sual. Daha sonra 9. A, B və D məntiqi dəyişənlərinin neçə müxtəlif qiymətində bu tənliyin həlli var? Burada səhv eləmirəmsə B yox, C olmalıdır. İmtahana girən yaxınlarımdan soruşmuşdum. Yəni, B yox, burada C olduğunu dedilər. A disjunksiya B, implikasiya A, konjunksiyası, konjunksiya D bərabərdir 0. İmplikasiyadan nə zaman 0 alırıq? Bax, A implikasiya B nə zaman 0 verir bizə? Bu tərəf 1, bu tərəf 0 olanda, düzdürmü? Deməli, bura 1, bura da 0 olmalıdır ki, 1-in 0-a implikasiyası bizə 0-ı versin. İndi gəlin baxaq. Disjunksiyadan nə zaman 1 alırıq? Yəni, 2 dənə dəyişən varsa, bilirik ki, biz bunların doğruluq cədvəlini qursaq, 4 dənə burada qiymət alacağıq bu məntiqi əməl üçün və bunun neçə dənəsi doğru qiymət alar? Yəni, disjunksiyada bilirik ki, 3-ü doğru, 1-i yanlış olacaq. Çünki bu 1, bu 0 olsa, 1 ilə 0-ı toplayanda yenə 1 alacam. Və yaxud bu 0, bu 1 olsa, yenə də toplayanda 1 alacam. Hər ikisi 1 olsa, yenə də toplayanda 1 alacam. Yəni, yalnızca hər ikisi 0 olanda yalan qiymət alır. Deməli, birinci tərəfin 1 olması üçün, yəni doğru qiymət alması üçün 3 hal var. İndi keçək ikinci tərəfə baxaq. Bəs konjunksiyada nə zaman 0 alırıq? Ümumiyyətlə, konjunksiyada yəni doğrunu tapmaq birinci daha çox sərf eləyir. Əgər belə bir düstur deyək, n dəyişən varsa, ümumiyyətlə, doğruluq cədvəlində 2 üstü n sayda, yəni qiymət alınacaq. 2 üstü n sayda xana yaranacaq. Burada 3 dənə dəyişən olduğu üçün 2 üstü 3, 8 dənə qiymət almalıdır bu məntiqi əməl. Və bu 8 dənə qiymətin yalnız birində biz doğru qiymət ala bilərik. Çünki bu vurma əməlidir də. Yəni, burada vurma üçün gərək üçünün də qiyməti 1 olsun ki, biz ancaq birləri bir-birinə vuranda 1 ala bilərik, yəni doğru ala bilərik. Məsəl üçün, bu 0 olsa, avtomatik hasil 0-a çevrilir. Yəni, gərək 3-ü də 1 olsun ki, doğru qiymət alınsın. Deməli, bu 8 dənə xananın yalnızca biri doğrudursa, 7 dənə yalan qiymət qalır. Yəni, bu tərəfdə 7 yalan alınır. Birbaşa əslində 3 ilə 7-ni toplayıb 10 yazmaq düzgün deyil. Çünki burada A iki tərəfdə də var. Bunu necə həll edə bilərik? İndi bax, həmin doğruluq cədvəlini biraz sürətli şəkildə, yəni belə cədvəl çəkməmiş yazacağam. A üçün 2 dənə 1, 2 dənə 0 yazırıq. B üçün 1 dənə 1, 1 dənə 0, 1 dənə 1, 1 dənə 0 belə mərhələli şəkildə sıralayırıq. Bu, yəni həmin bax, bu birinci məntiqi əməlin doğruluq cədvəli. Bu biri ikincinin qursaq A, C, D şəklində. Burada artıq 4 dənə 1, 4 dənə də 0 yazacağıq. C-nin 2 dənə 1, 2 dənə 0, 2 dənə 1, 2 dənə də 0. D-də isə 1 dənə 1, 1 dənə 0, 1 dənə 1, 1 dənə 0. Bu forma 1 dənə 1, 1 dənə 0, 1 dənə 1, 1 dənə 0 yazırıq. Bayaq da qeyd elədik ki, yəni A disjunksiya B-də bizə doğrular lazımdır axı. Yalan qiymət nə zaman aldıq? Hər ikisi 0 olanda. Bax, bunu çıxaq. Bu bizə lazım deyil. Sağ tərəfdə isə biz nəyi çıxdıq? 3-ü də 1 olanda sağ tərəf doğru qiymət alırdı. Amma bizə yalanlar lazımdır. Yəni, 3-ünün də 1 olduğunu çıxaq. Bizə ancaq çünki yanlış qiymətlər lazımdır. İndi baxın, A 0 olanda bu tərəfdə, yəni A-nın 0 halı üçün bu biri doğruluq cədvəlinə neçə dənə, yəni variant, neçə müxtəlif hal uyğun gəlir? A 0 olanda ya belə qiymət ala bilər, ya belə ola bilər, ya belə ola bilər, ya da belə ola bilər. Yəni, 4 dənə hal var. İndi A 1 olanda bəs neçə hal var? Baxın, 1, 2,
və 3 hal. B burada yoxdur deyə B-yə baxmırıq. A gərək iki tərəfdə olduğu üçün A-nın qiymətlərini biz tutuşturmalıyıq da üst-üstə düşməlidir. Deməli, 3 dənə də buna uyğun var. Yenə bu 1-də axı A-nın 1 qiymətinə uyğun bu tərəfdə yenə 3 qiymət olduğu üçün bunları toplayanda 10 dənə müxtəlif hal almış oluruq. Yəni 9-a A variantı. Daha sonra onun uyğunluğu müəyyən edin. Əməliyyat sistemi burada Linux-dur. Mətin prosesoru WordPad-dir. Başqa yoxdur. WinRAR arxivdir. Excel də elektron cədvəldir. 1-ə B, 2-yə D, 3-ə də C. A variantı olacaq onda. 11. Təqdim olunmuş proqram fraqmenti nəticəsini müəyyən edin. Deməli, baxaq. Burada bilirik ki, uyğun olaraq, yəni A götürür dırnaqda X-i. Sonra B uyğun olaraq götürür 5-i. C də uyğun olaraq götürür dırnaqda Z-i. İndi B bərabər olur. A vurulsun B-yə. Dırnaqda X vurulsun 5-ə. Üstəgəl C dırnaqda Z-ə. Bilirik ki, ədədi sətrə vuranda ədəd qədər sətr qaytarır. Yəni 5 dənə X verəcək bu bizə. Üstəgəl Z də yazsaq, iki sətri toplayanda da birləşmə yaranır. Yəni birləşdirəndə yapışır. Ona görə mən təkrar yazmıram. Bir dənə bunu silib, yanına bir dənə Z yapışdıracağam sadəcə. Sonra C bərabər olur. C üstəgəl. Bax, C-nin son qiyməti dırnaqda Z-dir elə. Sonra üstəgəl A. A-nın qiyməti dırnaqda X-dir. Üstəgəl də B. B-nin yekun qiyməti isə budur. Yəni 5 dənə X, hansı ki bir dənə də Z-dir. Bunları da toplayanda yenə birləşəcək. Yəni Z, X, 5 dənə X, 5 dənə X və yenə Z. Yəni belə bir cavab alınmalıdır C üçün. Bu 11. Daha sonra keçək 12. Variant olmadığına görə, yəni sadəcə açıq sual kimi həll edirəm. Sonra 12-də deyir ki, yəni nəticəni müəyyən et. Həll eləyək. 1234-də N-in qiyməti 1234 böyükdürmü 0-dan? Bəli. K bərabər olur. 0 vurulsun 100-ə elə 0-a. Üstəgəl N-i 10-a böləndə qalıb. Bu ədədi 10-a böləndə qalıb bizə 4 verir. Daha sonra N bərabər olur. N-i 10-a böləndə tam hissə. Bunu 10-a böləndə tam hissə 123 alırıq. Qayıdır ikinci dövrə. Buradan. N böyükdürmü 0-dan? 123 böyükdürmü 0 şərtini ödəyir. K bərabər olur. K vur 100-ə. 4-ü 100-ə vuranda 400. Üstəgəl N-i 10-a böləndə qalıb. N-in dəyişmiş qiyməti 123-dür. Bunu 10-a böləndə qalıb bizə 3-ü verir. Və 403 alırıq. Daha sonra N-i bir də 10-a böləndə tam hissəni 12 alırıq. Yəni axırıncı rəqəm itir. Üçüncü dəfə dövrə qaydanda yenə şərt yoxlayaq. 12 böyükdürmü 0-ı ödəyir və K bərabər olur. K vurulsun 100-ə. 403-ü bir də 100-ə vuranda 40300 alırıq. Üstəgəl N-i 10-a böləndə qalır. 12-ni də 10-a böləndə qalır, 2 qalır. Və 40302 almış oluruq. Bir də N-i 10-a böləndə tam hissə bizə 1-i verir və 4-cü dəfə şərt yoxlayanda 1 bölü 0-ı ödəyir. K bərabər olur. Bu ədədi yenə 100-ə vuranda hansı ki sonuna 2 0 artırır. Üzərinə də N-in 10-a bölünməsindən alınan qalıq gəlir. 1-i də 10-a böləndə qalıq elə 1 eləyir. Üzərinə də 1-i gələndə sonuna sadəcə 1 əlavə edəcək. Belə bir ədəd alınır. Biri də 10-a böləndə tam hissə 0 qalır. Bir də geri qayıdıb şərti yoxlasaq 0 böyüdürmü 0-dan? Xeyr, ödənmir. Yəni yekun olaraq cavabımız bu olur K üçün. 12 belə, sonra 13. Təqdim olunan qraf modelinin qonşuluq matrisinə əsasən müəyyən edin. Deməli, ümumiyyətlə bu formada fiqur, yəni şəklində verirsə bizə, yəni bir fiqur alınıb da burada. Birlərin sayını tapmaq üçün daha rahat yol hər təpədən çıxan tilləri sayın.
Sonra da toplayın. Yəni bu bizə birlərin sayını verir. Məsəl üçün bu təpədən neçə til çıxır? 1, 2, 3, 4, 5, 6, 7. 7 üstəgəl. Sonra bu təpədən neçə til çıxır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Sonra bundan neçə dənə çıxır? 1, 2, 3, 4, 5, 6, 7 dənə. Bundan 1, 2, 3, 4 dənə. Bundan 1, 2 dənə. Bundan 1, 2, 3 dənə. Sonra bundan 1, 2, 3 dəqiqə. 1, 2, 3, 4, 5 dənə. Sonra bundan 1, 2, 3 dənə. Bundan 1, 2 dənə. Bundan isə 1, 2, 3, 4 dənə til çıxır. Deməli, bunları da biz toplasaq, 7, 9, 16, 4, 20, 27, 29, 32, 37, 40, 46 almış. Deməli, 46 almış oluruq. Bu bizə birlərin sayını verir. Niyə deyim? Əslində, əlaqəli qrafdır da. Biz bilirik ki, əlaqəli qrafda birlərin sayını tapmaq üçün tillərin sayını 2-yə vururuq. Amma bu çox qarışıq olduğuna görə mən burada tilləri belə, yəni bu formada belə saya bilmərəm. Məsəl üçün, belə bir qraf olsa, A, B, C, laf bir dənə buradan, bir dənə də D təpəsi çəkək, belə bir qraf. Mən burada tilləri rahat sayıram. 1, 2, 3, 1, 2, 3, 4, 5 dənə tili var. Amma mən burada nətər bu xəttləri sayım? Olmur. Onda nə edirik? Hər təpədən çıxan tilləri sayıb toplayırıq. Çünki belə də onsuz da bir tili 2 dəfə saymış oluruq. Məsələn, tilləri sayıb 2-yə vurmuruqmu? Normalda əlaqəli qrafda. Belədə də hər təpədən çıxan sadəcə tilləri sayıb toplasaz, bir tili 2 dəfə saymış olacaqsınız. Məsəl üçün, B-dən çıxan tillər neçə dənədir? 1, 2, 3 dənədir, düzdürmü? A-dan çıxan tilləri sayın, 1, 2 dənə. Gəlib, bax bu til, üst-üstə düşmürmü? Həm B-dən çıxan til idi, həm də A-dan çıxan tildir. Yəni, mən əslində onları 2 dəfə saymış oldum. Ona görə, yəni bir dəfəlik hər təpədən çıxan tilləri sayıb toplasaz, birlərin sayını almış olarsınız. İndi sıfırların sayını tapmaq qaydası da məlum məsələdir. Yəni, burada neçə dənə təpə var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 10 təpə varsa, onun ona bir cədvəl yaranır. Biz bunun qonşuluq matrisini qursaq, yəni 100 xanalı bir cədvəl alınır. Bu 100-dən əgər 46 dənəsi 1-dirsə, yerdə qalan 54 dənəsi də onda 0 olacaq. Yəni, 1-ə uyğun olacaq D, 2-yə uyğun olacaq B. 13 belə, sonra 14. X dəyişəninin ixtiyari tam qiymətində bu ifadənin qiymətin hesablanması alqoritmin hansı növünə aiddir? Ümumiyyətlə, kökaltı ifadələr düzdür, çox zaman budaqlanan olur, amma burada dərəcəyə baxın. Məsələn, belə yazsaq, x çıx 5 bu budaqlanandır. Çünki cüt dərəcədən kökün altı mənfi ola bilməz və yaxud 4 olsun, 6 olsun. Yəni, cüt dərəcədən kökün altı mənfi ola bilmir deyə biz burada x böyük bərabər nəsə də, yəni şərt qoymalıyıq ki, mənfi alınmasın. Amma tək dərəcədən kökün altı mənfi də ola bilər, müsbət də ola bilər. Ona görə də, yəni dərəcə əgər təkdirsə, onda alqoritmin növü xətti olur. Yəni, kökün altı mənfi də ola bilər, müsbət də ola bilər. 15 deməli. A-nın qiyməti belə bir siyahıdır və biz bilirik ki, yəni alqoritmdə yuxarı hissədə gətirib, daha doğrusu üzr istəyirəm, alqoritm nə idi? Alt proqramda yuxarı hissədə gətirib qiyməti yerinə yazırıq. Uyğun olaraq, hansı ki, bax buna görə lab funksiyamız belə alınır da, lab 1, 2, 3, 4, 5 alınır. Bu funksiyanı yuxarı hissəyə gətirib, yəni yerinə yazanda bunu uyğun olaraq x da həmin bax bu siyahını götürür. X bərabər olur həmin bax buradakı A-ya. İndi burada bir dənə xırda bir nüans var. Hansı ki o nüans, yəni səhv etmirəmsə elə bu ilki OTK-ya da düşmüşdü. Abituriyentlərlə də işləmişik. Yəni nədir o xırda nüans? Bax lab A gəlir də bura. Avtomatik necə bir şey alınır? X bərabər A alınır.
Bizim A siyahımız bu formadadır. A bərabərdir 1, 2, 3, 4, 5. Əvvəlcə oxurdan nüansı deyim, ondan sonra aydın olacaq. X bərabər A yazanda. Məsəl üçün biz bura yazsaq ki, A nöqtə append, tutaq ki, 5 qısa yazıraq. Bilirik ki, belə də X-a biz A-nın qiymətini mənimsətdiyimizə görə onların aidiləri bərabərləşir. Yəni, tətbiq olunan hər iki əməliyyat eyni siyahıya əlavə edilir. Məsəl üçün, A-ya 5 əlavə et deyirəmsə, bu həm A-ya əlavə etmiş olur, həm də X-a əlavə etmiş olur. İkisinin də aidiləri bərabərləşir. Və yaxud da X nöqtə tutaq ki, yazıram remove 2. Bu həm A-dan 2-ni silir, həm X-dan 2-ni silir. Yəni, ikisi də eyni siyahıdır. Bu nə zaman dəyişir? Bu bərabərlik. Məsəl üçün, yazsam ki, A bərabərdir A üstəgəl 3. Bu ancaq A siyahısına aid olmuş olur. Yəni, belə bir bərabərlik yazılmayana qədər tətbiq olunan əməliyyatlar iki siyahıya da aid olur. Daha da uzun danışma olar bu haqda, amma məncə aydındır yəni bu, çünki siyahılarda var. Yəni, X bərabər A yazıldığına görə, burada A və X-in qiymətləri eyniləşir. Yəni, X-in üstündə, bax, burada tətbiq edilən hər şey əslində A-ya da tətbiq edilmiş olur. İndi X bərabərdir 1, 2, 3, 4, 5 belə bir siyahı alınır. Yəni, bunu hesablayaq. E-nin qiyməti də 0-dan len x-a qədər dəyişir. Len x da 1, 2, 3, 4, 5-dir elə. Təbii ki, bilirik ki, burada 5-in özünü almır. E-nin qiyməti 0, 1, 2, 3, 4 olur. İndi 1, 2 dövrü yazsaq daha sürətli apara bilərik. Məsəl üçün, E-nin yerinə 0 yazanda belə bir şey alınır ki, x-da 0-cı element bərabər olsun. X-da 0-cı elementin kvadratı böl 2. Bilirik ki, birinci qüvvət üstü. X-da 0-cı element siyahını nömrələyəndə 1-ə düşür. 1-in kvadratı, belə 1-in kvadratı elə 1-i verir. 1-i 2-yə böləndə tam hissədə 0-ı verir. Və belə bir yazılışda siyahının elementi dəyişir, təzə qiymət alır. Yəni, bu birin üstünə xətt çəkib, yerinə 0 yazırıq. Növbəti element 2-də axı, bunun üçün daha sürətli hesablaya bilərik. Məsəl üçün, 2 olacaq da buradakı ədəd. 2-nin kvadratı 4 olacaq. 4-ü 2-yə böləndə tam isə 2-ni verəcək. Onda yenə sürətli gedək. 3-ün kvadratı 9. 9-u 2-yə böləndə tam isə 9-u 2-yə böləndə tam isə 4. Sonra 4-ün kvadratı 16. 16-nı 2-yə böləndə tam isə 8. 5-in kvadratı 25. 25-i 2-yə böləndə tam isə 12. Alınır yekun olaraq x-in qiyməti 0, 2, 4, 8, 12. Yəni, belə bir siyahı alınır. Biz bayaq qeyd elədik axı, x-a nə tətbiq eləyiriksə, həmçinin a-ya da tətbiq etmiş oluruq. Yəni, bu həm a, həm də x-dir. İndi gəlirik, bax, bu mötərizin içərisini hesablayırıq. A üstəgəl, yəni a-nın qiyməti artıq dəyişib də 0, 2, 4, 8, 12-dir. Bunun üzərinə gələcək lab a-nı. Yəni, biz tapdığımız bu x-in bu qiymətini returnə görə həmin bu funksiyaya geri qaytarırıq. Ona görə eyni zamanda bu funksiyanın qiyməti də həmin x-in qiyməti olmuş olur. Yəni, iki siyahı da burada toplandığına görə birləşir, bir siyahın içərisində yazılır. Yəni, eyni elə bir ki, siyahını yan-yana 2 dəfə yazmış oluruq. O da B variantı alınır. 15 belə, sonra 16. Deyir ki, bu bərabərliyə əsasən x və y-in ən kiçik qiymətlərinin cəmini tapın. 131x bərabər 56y. Təbii ki, burada ilkin olaraq belə bir qayda var deyim. Yazılışca, yəni iki ədəd ümumiyyətlə bir-birinə bərabərdirsə, müxtəlif və əsasları da fərqlidirsə, deməli burada yazılışca böyük olanın əsası daha kiçikdir. Yazılışca kiçik olanın əsası isə daha böyükdür. Təsəvvür edin də, məsəl üçün, bu ədəd kiçikdirsə, bunun əsası böyük olmalıdır ki, gəlib onluğa çevriləndə o birinə çatsın. Eyni ilə bunun yazılışı böyükdürsə, əsası kiçik olmalıdır ki, onluğa çevriləndə gəlib buna çata bilsin. Yəni, bərabərləşsinlər. İndi biz baxırıq ki, onda biz x üçün ən kiçik qiymət nə qoya bilərik? 131 ən kiçik hansı say sistemində ola bilər? Dörtlükdə.
Yəni x burada 4-dən böyük qiymətlər alar. 4 ya da 4-dən böyük. Ən kiçiyi 4 olur. Ən yaxşısı bunu açaq, yəni onluğa çevirək. Belə nömrələyirik də 0, 1, 2 şəklində. 1 vurulsun x-in kvadratı üstəgəl 3x üstəgəl 1 bərabərdir. Bunu da çevirsək 5y üstəgəl 6 alırıq. İndi görək x-a 4 verəndə uyğun gəlir. Mən x-a 4 versəm, 4-ün kvadratı 16, 4 vur 3, 12, üstəgəl 1 bərabərdir. 5y üstəgəl 6 alıram. 5y bərabərdir. Bu 28, 29. 29-dan 6 çıxanda 23. Axı burada y tam ədəd alınmır, kəsr alınır. Elə də say sistemi ola bilməz. Deməli 4 yox, 4-dən bir vahid böyük götürün. Yəni 5 götürün. Minimumu belə tapa bilərik. Onda x-in yerinə 5 qoyaq. 5-in kvadratı 25 üstəgəl 3 vur 5, 15 üstəgəl 1 bərabərdir. 5y üstəgəl 6. Görək y tam ədəd çıxacaqmı? 5y bərabər. Deməli 41 alınır sol tərəf. 41-dən 6 çıxanda 35, y də bərabər 7 olur. Deyə bilərsiniz ki, niyə y-ə axı kiçik qiymət vermədik? Axı burada y x-dan böyükdür. Biz bildik ki, yazdıqca kiçik olan əsası daha böyükdür. Yəni y x-dan böyükdür. Ona görə biz ən kiçiyi tapmaq üçün gərək x-in burada qiymətini kiçik götürək. Yəni x-i kiçik fikirləşək daha əvvəl. Beləliklə, x-in ən kiçik qiyməti 5, y-in də ən kiçik qiyməti 7 çıxır. X-la y-in bu kiçik qiymətlərinin cəmi isə bizə 12 verir. 17. Uyğunluğu müəyyən edin. İnformasiyanın xassələri obyektivlikdir, aktuallıqdır. Növləri taktildir, səsdir, prosesi də ötürülmədir. 17 belə sadə bir sual. 18. Python dilində yazılmış proqramın nəticəsi 17 olub. Deyir, n-ə daxil edilən ən kiçik qiymətin rəqəmlər cəmini tap. Yəni, n-ə minimum hansı qiyməti daxil edə bilərik? Fikir verin, 7-yə bölüb qalığı və tamı ayırırsa, bu 7-lik say sisteminə çevrilmə algoritmidir. Yəni, Pythonda belə suallar test toplarında çoxdur. Əgər 7-yə bölüb qalığı və tamı ayırırsa, 7-lik say sisteminə çevirir. Burada yəni 7-yə bölünmədən alınan qalıq ədədin 7-lik say sistemindəki rəqəmləridir. 7-likdəki rəqəmləridir. Deməli, ədədin 7-likdəki rəqəmlərinin cəmi bizə 17-ni verib. 7-likdə nətər bir ədəd götürək ki, rəqəmləri cəmi 17 olsun. Fikirləşək. Təbii ki, rəqəmləri cəmi 17 olması üçün mən çox belə böyük bir ədəd götürə bilərəm. Amma məndən minimum soruşur, ən kiçik. Və 17-ni almaq üçün mən çalışmalıyam ki, rəqəmləri əslində daha böyük götürüm ki, ədəd balaca çıxsın. Məsəl üçün, mən bura 1, bura 0 yazsam, hələ 17-yə çatmaq üçün görün nə qədər rəqəm lazımdır mənə. Deməli, ona görə mənə 1, 0 yox, 7-yə böləndə ən böyük qalıq lazımdır. 7-yə böləndə də ədədi ən böyük qalıq maksimum 6 çıxa bilər. 6 götürdüm. Bir dənə də 6 götürüm. 6 ilə 6-nın cəmi 12 verir. 17-yə çatmaq üçün mənə 5 lazımdır. 5-i bura yazmaqdansa, əvvələ yazmaq daha məntiqlidir ki, ədədim kiçik alınsın. Deməli, bax, bu 7-likdədir. İndi mən bunu onluğa çevirməliyəm ki, ilkin ədədi tapa bilim. Axı, bu 7-lik say sisteminə çevrilib belə bir ədəd alınıb. Deməli, onluğa da çevirəndə 5 vurulsun 7-nin kvadratı, 6 vurulsun 7 üstü 1, 6 vuraq 7 üstü 0 eləyir. İndi burada da 49 vurulsun 5 üstəgəl 42 üstəgəl 6 alınır. 245 üstəgəl 48 edir. Bu da 293 alınır. Deməli, ədəd ilkin 293 imiş ki, bu ədədi 7-lik say sisteminə çevirəndə alınan var, rəqəmlər bunlar olur. Daha doğrusu ədəd buydu. Bax, bunlar olur. Bunların da həmin rəqəmləri cəmi 17-ni verir. İndi deyir ki, daxil etdiyimiz həmin bu ən kiçik ədədin rəqəmləri cəmini tap. 293-ün də rəqəmlərin cəmini toplayanda 2, 9, 13 bizə 14-ü vermiş olur. 18 Y bəndi. Sonra 19. Onluq say sistemində verilmiş bu ədədin dörtlük say sistemindəki ifadəsində 12 ədəd 3 rəqəmi mövcuddur. X-in ən kiçik qiymətini müəyyən edin.
Dörtlüyə çevirəndə bilirik ki, 4-ün qüvvəti kimi göstərməliyik. 64 üstü 5, 64 ümumiyyətlə 4-ün kubudur da, üstü 5 də yazanda 4 üstü 15-i verir. 4-ün kubu onsuz da 4 üstüdür. Bu da çıx 1-dən məlum məsələ, bir də çıxılsın x yazılıb. Bu nə deməkdir onluqdan dörtlüyə çevirəndə? 1 yanına 15 dənə 0 deməkdir. Hardasa təqribi yazsam, bununla toplayıram 1 yanına 3 sıfırı, bu toplamadır. 1 yanına 3 sıfırı toplayıram. Yəni ədədim belə bir şey alınır. Burada da sıfırlar var hələ ki. Bundan 1 çıxanda, axı dörtlükdə çıxıram. Bax, bu 1-dən bura bir 4 ötürürəm. Bunun özü sıfırlaşırmı? Bundan bura bir 4 ötürəndə burada 3 qalır. Bundan bura bir 4 ötürəndə burada 3 qalır. 4-dən 1 çıxanda 3 və 3 eləyir. Yerdə qalanları isə hamısı 0 olur. Fikir verin, 1-in yanında 15 dənə rəqəm var idi, 15 dənə 0. Bunun neçə dənəsi 3 oldu? 3 dənəsi. Yerdə 12 dənə 0 qalıb, bax bu hissədə. Bizə də deyir ki, nətər bir ədəd çıxaq ki, yenidən bax bundan hansı x-i çıxım ki? 12 dənə ədəddə 3 rəqəmi qalsın. Fikirləşirəm ki, burada 3 dənə 3 var. Burada isə 12 dənə 0 var. Əslində, elə bu 12 dənə 0-ın hamısı 3 olsa, bu 3-lərin də gərək hamısı başqa bir rəqəmə çevrilsin ki, 12 dənə 3 yaransın. Ona görə gərək mən burada hamısını dörtlüyə çevirəndə hər hansı bir rəqəm alım. Məsələn, götürək ilkin 80-i. Birini götürüb yoxlasaz, hardasa aydın olacaq. Məsələn, 80-i çevirsək 16, bu 2-nin qüvvətlərinin hansılarının cəmidir? 64 üstəgəl 16-dır da 80. Bunu da 4 üstü kimi göstərsəm, 4-ün kubu ilə 4-ün kvadratını verir. Yəni, 3-cü dərəcənin 2-ci dərəcə, 1-ci dərəcə, 0-cı dərəcə ədəd belə alınır. İndi gəlin, bunu çıxmağa çalışaq. 1, 1, 0, 0. Bunu çıxıram. 3-dən 0 çıxdım, 3 qaldı. 3-dən 0 çıxdım, 3 qaldı. 3-dən 1 çıxdım, 2 qaldı. Yerdə qalan, bax, bunların hamısı da 3-ə çevrilir axı. Və burada 12 dənə 3 yaranır. Əlavə amma 2 dənə də fikir verin, 3 var. Deməli, onda mənim burada çıxdığım ədəd, bunlar, bax, bunlar, hamısı 1 olsa daha məsləhətlidir ki, bu 3-dən 1 çıxaram, 2 qalar. Bu 3-dən 1 çıxaram, 2 qalar. Yerdə qalan, bunlar 2-yə çevriləndən sonra yerdə qalan bu sıfırların hamısı da 3 olar. Yəni 12 dənə 3 alınır. Və baxıram ki, həqiqətən 85-də bu alınacaq. Çünki 85, 64 üstəgəl 16, üstəgəl bu 80-i verirmi? Üstəgəl 4 plus 1-dir. Yəni 4-ün qüvvətləri kimi göstərsəm, 4-ün kubu, 4-ün kvadratı, 4 üstü 1 və 4 üstü 0-ı verir. Yəni 4 dənə 1 alınmış olur. Düzdür, ən kiçik deyir. Mən burada məsəl üçün 69-u, 65-i də yoxlaya bilərsiniz. Yoxlayanda alınmır, yəni bu formada. 3-lərin sayı daha çox qalır. Ona görə də 85-i götürürük. Sonra 20. A plus B. Və A-nın qiyməti dırnaqda A-ya bərabərdir. Üstəgəl, B-nin qiyməti də dırnaqda B-dir. İki sətri toplayanda birləşmə yaranır. Və print də bilirik ki, bu A-B-ni çap eləyəcək. Sep də bilirik ki, printin daxilində, yəni arqumentlər arasındakı vergüllərin yerinə işləyir. Bu vergülün yerinə sepin daxilindəki ulduzu əlavə eləyəcək. Sonra A-nın qiymətini çap eləyir, yəni dırnaqda A-nı. Sonra yenə bu vergülün yerinə sep işləyir, ulduzu çap eləyir. Sonra B-nin qiymətini çap eləyir, yəni dırnaqda B-ni. Axırıncı vergülün yerində isə sep işləmir. Deməli, belə bir, yox, əslində bu yox. A, B, ulduz A, ulduz B, B variantı alınır. 20 belə, sonra 21 HTML-ə aiddir. B tegi mətni qalınlaşdırır və bütöv, yəni bu söz birləşməsi B-nin daxilində yazıldığı üçün bütöv, yəni söz birləşməsi hamısı qalın yazılmalıdır. Amma yalnızca cəmiyyət sözü i-nin daxilindədir. i də kursivlə, yəni maili, əyri yazır. Deməli, informasiya qalınla yazılacaq. Cəmiyyət sözü isə həm qalın, həm əyri yazılacaq. Yəni 1-ə A.
Deməli, fikir versə, informasiya cəmiyyəti, söz birləşməsi bütöv şəkildə həm i-nin, həm də u-nun daxilindədir. Yəni, həm altından xətt çəkiləcək, həm də kursivlə yazılacaq. 2-yə b. Yəni, UTQ bilirik ki, altdan xətt çəkmək üçündür. Həm ikisinin altına xətt, həm də maili. Burada isə bütöv söz birləşməsi b-nin daxilindədir. Yəni, ikisi də qalın yazılacaq. Amma yalnızca cəmiyyət sözü u-nun daxilindədir. Deməli, yalnızca cəmiyyət sözünün altından xətt çəkiləcək. 3-ə də D bəndi uyğun olacaq. 21 belə, 22. Burada səhv etmirəmsə, yanlışlıq var variantlarda, yəni sualın özündə də. Burada n bərabərdir 1 olmalıdır. Yəni, belə düz bucağın içərisində. Variantlar da bildiyimə görə belə yox. Burada deyir, daxil edilən ədədlər arasında daxil edilən ixtiyari 50 ədəd içərisində olmalıdır. Yəni, burada bu n səhv düşüb. İndi düzəldim, baxaq. Elə bil, bu n bərabər 1 verib imtahanda. Fikir verin, n-i 1 veribsə, 1 kiçikdir 50 ödəyir, sonra n 2 olur da burada. 2 kiçikdir 50 ödəyir, beləliklə neçə dəfə dövr davam edir? 50 dəfə. Yəni 50 dənə dövr getməsi üçün n-i 1 verib burada. Yenə də biz burada algoritmi 1, 2, 3 dövrü yazıb yoxlaya bilərik. Məsələn, tutaq ki, n-imiz 50 yox, 3-dür. Görək ya 4-dür. Bu algoritm n4 50 üçün, yəni 4 verəndə nəyi hesablayırsa, 50 üçün də onu hesablayacaq. Bu 1 kiçikdirmi 4-dən ödəyir də şərt. A-ya qiymət daxil etməliyik. Mən görürəm ki, A-nı 0 ilə müqayisə edir. Yəni, müsbət və ya mənfi olduğunu yoxlayacaq. Deməli, mən burada bir dəfə müsbət qiymət verim, 30 verim. 30 böyükdür 0 şərti ödənir. Ödənirsə, həll qoluna gəlir və bunu yoxlayır. T bərabərdirmi 0-a? 0 bərabərdir 0 şərtini ödəyir. Bəli. Ödəyirsə, həll qoluna gəlir. B bərabər olur A-ya. A-nın qiyməti də 30 idi axı. B 30-u götürür və avtomatik T-ni 1 edir. Buna da flag algoritmi deyilir. Yəni, T-ni 1 edir ki, növbəti dəfə gəlib bu şərti yoxlayanda artıq T1 oldu. T1 oldu axı. Yəni, 1 bərabərdir 0 ödənməsin. Yəni, özünə lazım olanı ilkdən götürmək üçün eləyir. Fikir verin, B ilk müsbət ədədi götürdü. Və sonraki müsbət ədədlərdə bu şərt ödəməyəcək. Yoxlayaq yenə də. N bərabərdir N plus 1. N-imiz 1 idi də əvvəldə. 1 vahiddə artırıb 2 alır. Növbəti dəfə dövrə qaydanda 2 kiçik bərabər 4 şərtini ödəyir. Deyir, A-ya yenə qiymət ver. Olsun, lap bir dənə də müsbət. Məsəl üçün 40 olsun. İndi o dediyim, bax, bu isə aydın olacaq. 40 böyükdürmü 0-ı ödəyir, gəlir bura. T bərabərdir 0-a. Axı, biz T-ni 1 almışıq. 1 bərabərdir 0 ödəmir deyə, yox qolu ilə. Bu belə gəlir. Əslində, n-imiz burada verilsə daha doğru olar. N bərabər n üstə gəlir ki, n artırıb yuxarıya davam eləsin. Yəni, n-i 1 vahid artırıb 3 alır və dövrə geri qayıdır. Fikir verin, mən bundan sonra nə qədər müsbət ədəd daxil eləsəm bir fayda verməyəcək. Çünki T 1 qalıb da 1 bərabər 0 axı heç vaxt ödəməyəcək, ancaq yox qoluna gedəcək. Yəni, burada B aydın məsələdir ki, ilk müsbət ədədi götürmək üçündür. İndi mənə D-nin təyinatı lazımdır ki, D nə üçün işləyir? Növbəti dəfə 3 kiçik bərabərdir 4 şərti ödənir, A-ya qiymət veririk. Bu dəfə mənfi verək. Mənfi 40 tutaq ki. Mənfi 40 böyükdürmü 0-dan? Xeyr. Gəlir bu tərəfə. Mənfi 40 kiçikdirmi 0-dan? Hə. Gəlir bura. D bərabər olur A-ya. Yəni mənfi 40-a. Aha, götürdü. İndi aydındır ki, yenə gəlir buradan n-i 1 vahid artırır. 3 idi, artıq n-im 4 olur. Dördüncü dəfə 4 kiçik bərabər 4 ödənir. İndi mən bir dənə də mənfi verəcəm, görüm necə işləyir. A, bu dəfə mənfi 50 olsun. Mənfi 50 böyükdürmü 0-ı ödəmir. Mənfi 50 kiçikdir 0-ı ödəyir. D bu dəfə yenə A-nın təzə qiymətini götürür, mənfi 50-ni. Fikir verin, mən neçə dənə mənfi qiymət daxil eləsəm? Bu D gəlib, həmin mənfilərin ən sonuncusunu götürəcək də. Məsələn, növbəti dəfə A-ya mənfi 30 ver.
Onsuz da o -30 sıfırdan kiçikdir deyə D gəlib həmin -30-u götürəcək. Yəni D-də burada sonuncu mənfini tapmaq üçündür. Deməli, ixtiyari daxil edilmiş 50 ədədin içərisindən ilk müsbət ilə son mənfinin axıra baxın, ədədi ortasını hesablayır. B ilə D-ni toplayıb 2-yə bölürsə, bu ədədi orta tapır. Yəni, ilk müsbətlə son mənfinin ədədi ortasını tapmış olur. Burada variantlarda tam istədiyimiz kimi yoxdur. İndi yığmadır da bu PDF, ona görə səhv etmirəmsə elə variantlarda, yəni imtahanda belə verilib ki, ixtiyari 50 ədədin içərisindən ilk necə dedik, ilk müsbət ilə son mənfi ədədin ədədi ortasını tapır. Sonuncu sualımız 23 qalır. Aşağıda verilmiş blok sxemə əsasən y və x dəyişəni üçün uyğun olaraq deməli 148 və 5 daxil edilir. Yəni y-ə 148, x-a isə 5 daxil edilir. Deyir c-nin son qiymətini müəyyən et. Gəlin hesablayaq. Birinci dövrdə y bərabər olur, y-i 10-a böləndə tam hissə. 148-i 10-a böləndə tam hissə 14 düşür. X-i 10-a böləndə qalıb, 5-i 10-a böləndə qalıb da 5 düşür. Bu bizə 19-u verdi. Deyir, x üstəgəl y kiçik bərabərdirmi 3-dən? 5 ilə 19-un cəmi 24-ü verdi. 24 kiçik bərabərdirmi 3-dən? Xeyr. Yox qolu ilə düşür aşağıya. X-dan 2 çıxır. 5-dən 2 çıxır, 3 qalır. İkinci dəfə buradan geri qayıdır hansı ki dövrə. Yenə hesablayır bu hissəni. Y-i 10-a böləndə tam hissə. 19-u 10-a böləndə tam hissə bizə 1 verir. Üstəgəl x-i 10-a böləndə qalıq. 3-ü 10-a böləndə qalıq da 3 düşür. Y-i 4 alırıq. İndi x üstəgəl y kiçikdir 3-dən. X 3-dür, y də 4-dür. Bunların cəmi 7 verir. 7 kiçikdir, bərabərdir 3 şərtini ödəmir. Ona görə yox qolu ilə aşağıya düşür. X-dan yenə 2 çıxır. 3 çıx 2 də bizə 1 verir. Üçüncü dəfə dövrə qaydanda y bərabər olur. Y-i 10-a böləndə tam hissə. 4-ü 10-a böləndə tam hissə 0 verir. X-i 10-a böləndə qalıq, yəni 1-i 10-a böləndə qalıq da 1 verir. Artıq şərt ödənəcək. X da 1-dir, Y də 1-dir. İkisinin cəmi bizə 2-ni verir. 2 kiçik bərabərdir 3 ödənir. Həll qolu ilə sağ tərəfə gəlir və hesablayır. Y üstəgəl 10. 1 üstəgəl 10. 11. 11-i də 7-yə böləndə qalıq bizə 4-ü verir. C-də 4 olur. Bu videoluq da bu qədər. Gələn videolarda görüşənədək.